Bəli, Qazax şəhəri ölkəmizin idman paytaxtı seçilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarına əsasən 2026-cı il üçün ölkəmizin idman paytaxtı statusu Qazax şəhərinə verilib. Qazaxda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun, beynəlxalq standartlara cavab verən mövcud idman infrastrukturu, idman qurğuları və eləcə də idmanın təbliği üçün nümunəvi fəaliyyət yüksək qiymətləndirilərək 2026-cı il üçün Qazax ölkəmizin idman paytaxtı elan edilib. Qeyd etmək istəyirəm ki, Qazax şəhərində idmanın inkişafı üçün bütün zəruri işlər həyata keçirilmişdir. Elə hazırda bizim olduğumuz Qazax şəhər Olimpiya İdman kompleksi Qazax rayonunun ən böyük idman qurğusudur. Qeyd etmək istəyirəm ki, bu qurğunun nəzdində fəaliyyət göstərən idman bölmələrində minlərlə uşaq, yeniyetmə, gənc burada kütləvi olaraq idmanla məşğul ola və buradan da birbaşa beynəlxalq yarışlara vəsiqə qazanıb ölkəmizi beynəlxalq yarışlarda təmsil edirlər. Qeyd etmək istəyirəm ki, Qazax Olimpiya İdman kompleksinin binası 3 hissədən ibarətdir. Şərti olaraq A, B və C blokuna bölünən qurğunun müvafiq zallarında idmanla məşğul olmaq üçün bütün imkanlar mövcuddur. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qazaxlı idmançılar son illər, xüsusən də 2025-ci ildə beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də İslam həmrəli oyunlarında mükafatçılar sırasında olmuşlar və ölkəmizə qızıl, gümüş, bürünc medallara qayıtmışlar. Xüsusən də 2025-ci ildə Səudiyyə Ərəbistanda keçirilən İslam həmrəli oyunlarında ağırlıq qaldırma üzrə milli komandanın 11 medalçısının 6-sı məhz Qazaxlı idmançılar təşkil etmişlər. Bizim hələlik Qazaxdan ASTV xəbər komandası olaraq çatdıracaqlarımız bu qədər. Sözü yenidən ötürürəm mərkəzi studiyaya.